Salam, hörmətli tamaşaçılar. Bu güzel payız günündə bizim için müqəddəs bir mekan olan Hakkı Sarı verilişinin studiyasında bir daha sizinle görüşe geldiğimiz için Tanrı'ya şükür edir, size hoş gün, hoş güzaran arz edirik. Kürdistan Azərbaycanlıları, daha dəqiq desək, Borçalı bölgəsi tarixən elə bir ölkə, elə bir bölgə, elə bir yerdir ki, elə bir əyalətdir ki, orada əmək, halal zəhmət, təhsil, halallıq əsas yerlərdən birini tutub. Burada yaşayanların hamısı torpağına, əməyinə, zəhmətinə nə qədər hörmət ilə yanaşıbsa da, elə ədəbiyyatına, folkloruna, elminə, gələcəyinə də o münasibət bildirib. Biz burada yetişən, sıradan olmayan, yəni ki, alimlərimizi, yazıçılarımızı, şairlərimizi, aşıqlarımızı, sənətkarlarımızı həmişə işıqlandırmağa çalışmışıq. O cümlədən elm adamlarımızı da. Borçalda elmə çox böyük, içəriden gələn bir mənəvi tələb var. Hər bir ailədə, bu saatın özündə bir ali təhsillimiz var. Hər bir ailədə bir həkimimiz, bir müəllimimiz, bir tanınmış şəxsiyyətimiz yaşamaqdadır. Elə ona görə də başqa millətlər, başqa xalqlar Borçalıdan söz düşəndə bizim bu yüksək, bu gözəl, bu qiymətli tərəfimizi mütləq dilə gətirirlər. İndi bugün isə elə buna görə də bu aqidəni yaşatmaq üçün biz həm də cavanlarımıza üz çeviririk. Sayılan cavanlarımızı axtarırıq, onları tapırıq. Bu gənclərimizdən biri də bugün bizim studiyamızın qonağı olan Aynur xanım Quliyevadır. Hamımızın adımızdan, həm tamaşaçılarımız, həm də studiyamızın əməkdaşları adından Aynur xanıma xoş gəlibsiz deyirəm. Aynur, xoş gəlibsiz bala. Kimdir Aynur Quliyeva? Aynur Quliyeva həkimdir, pediatrdır, yəni uşaq həkimi, elə deyilmi həkim? Demək, ali təhsilini Azərbaycan Tibb İnstitutunda aldıqdan sonra bildiyimə görə Türkiye'ye yüz tutubdan 4 yıl orada yeniden okuyubsunuz Ankara'da, elə değil mi? İstanbul'da. İstanbul'da. Bəli. Hə. Demək, o qədər bu sənətinə onda məhəbbət olub, sevgi olub, xoş münasibət olub ki, uzman həkim səviyyəsinə qədər Türkiyədə ucalmışsınız, bu yolu keçmişsiniz və mənə elə gəlir ki, uzman həkim adını almaq böyük bir qoçaqlıq deməkdir, müvəffəqiyyət deməkdir. Elə bu münasibətlə, uzman həkim adı münasibəti ilə mən sizi təbrik edirəm. Gözəldir, laf yaxşıdır, mənim xoşuma gəldi ki, bizim qızlarımız, əsasən qızlarımız bu yolu tuturlar və elmin ən yüksək pilləsinə qədər getməyə çalışırlar. Bir daha xoş gəlibsiz deyirəm. Buyurun, özünüz haqqında bir-iki kəlmə bizim tamaşaçılarımıza danışın. Mən də çox təşəkkür edirəm dəvət elədiyinizə görə. Tamaşaçılarımızı da salamlayıram. Siz mənim haqqımda məlumat verdiniz. Pediatr olaraq Türkiyədə təhsilimi tamamlamışam. Pediatrik pulmonoloq, yəni ağciyər xəstəliklərinə dair ixtisaslaşmış həkiməm. Uzman həkim. Bəli. Belə bir sual ortaya çıxır, elə mən bunu bütün qonaqlarımıza verirəm həmişə studiyamızda. Bəs sizi bu sahəyə, daha doğrusu həkimliyə, həkimliyin də bir qolu olan pediatrı, gəlib uşaqlarla məşğul olmağa, bilirsiniz, çox çətin sahədə bu. Böyüklərə nə var?
Böylə deyir, buram ağrıyır, oram ağrıyır, bu dərmanı içdim, bunu içəmədim, bu içəndə belə oldu. Amma siz bu körpə uşaqlarla, onun müalicəsi ilə dil tapmaq çox çətindir. Ona görə ki, orada heç şey soruşa bilmirsən. Haran ağrı demirlər. Bunun lap körpəsi də var, başqası da. Bəs nə dər oldu ki, bu sahəyə sizin meyliniz oldu? Olmazdı mı daha rahatını, məsələn, böyüklər üçün olan sahəni seçərdiniz? Həkim olmaq mənim uşaqlıqdan arzum olubdu. Həmişə də dərslərimə yaxşı hazırlaşmışam. Sonra məktəbi bitirdikdən sonra universitet imtahanlarında bizə seçim haqqı verilirdi. Biz imtahan nəticələrinə görə o seçimləri edirdik. Mən də ilk seçimim Azərbaycan Tibb Universiteti olmuşdu. Orada da ixtisasları da yenə özümüz seçirdik. Mən Tibb Universitetində həm müalicə işi, həm pediatriyanı yazmışdım. Nəticələrə görə pediatriya mənim ixtisasım oldu. Ondan sonra 6 illik tibb təhsilini bitirdikdən sonra təkrar Türkiyəyə gedərkən də biz imtahan verdik. İmtahan nəticəsinə görə biz istədiyimiz ixtisası təkrar seçə bilirdik. Mən yenə pediatriyanı sevdiyim üçün bu sahəni seçdim və tibb təhsilimi tamamladım. Çox gözəl. Aynur qızım, birisi nə tərdi? Bəs niyə Rusiya yox, Moskva da bilirsiniz, bizim ən tanınmış mərkəzi şəhərlərdən birisidir. Orada həm pediatrlar, həm başqa sahə üzrə bu təbəbətin ən yüksək nümayəndələri orada var. Dünya onlarla razılaşır. Siz məsələn İranı yox, Moskvanı yox, birbaşa Türkiyəni seçdiniz. Burada xalqa olan münasibətin mi sənə güc gəldi, yoxsa doğrudan mı orada bu sahəyə çox fikir verirlər? Gözəl sualınız üçün çox sağ olun. Bizim təbii ki, dövrün tələbatları dəyişir. Biz universitet zamanında rus ədəbiyyatlarından istifadə edirdik təhsil alındığımız müddətdə. Amma sonra belə bir seçim etmək şəraiti olduğu üçün biz ətraflı düşündük. Buranı seçdiniz. Digər təhsil yoldaşlarımla bərabər araşdırdıq, gördük ki, burada həm imtahan yolu ilə getmək mümkündür, həm də istədiyin sahəni seçmək daha asandır və aldığın təhsil də daha keyfiyyətli olduğu üçün, həm də Türkiyə özümüzə yaxın qardaş bir ölkədir, adət-ənənələrimiz daha uyğundur. Elə mən orana gəlmək istəyirdik, doğrudan da elədi. Əlbəttə, Türkiyə böyük dövlətdir, böyük xalqdır, biz özümüz onun bir qoluyuq. Həmişə biz təkcə elmi sahədə Türkiyəyə sökənmirik, həm də başqa sahələrdə də biz Türkiyənin yanındayıq və onlar da bizim yanımızdadır. Buradan elə bütün sənin orada ətrafında olan dostlara, yoldaşlara, müəllimlərinə, hamısına xüsusi salam söyləyirik borçlular adından. Mən eşitdiyimə görə siz orada həkim işlədiniz. Bəli. 4 il işlədiniz, eləmi? Sonra? Ümumiyyətlə, biz ilk öncə təhsilə başladığımız zaman həm bunun içində təhsil var, həm də xəstələrə yanaşmaq, müayinə etmək, diaqnoz qoymaq, yəni bir komandanın tərkibində həm də çalışmış oluruq, işləmiş oluruq. Yaxşı. Demək, mənə elə gəlir ki, burada həm də dilin bizə yaxın olması sizə kömək edib. Elə deyilmi? Bəli, dilin yaxın olması da kömək edir, amma əsas biz təhsilin... Bir şeyə mən rast gəldim, sizin həyatınızı ivarəqləyən vaxtı, bilirsən də jurnalistlər hər xırda şeyə də fikir verirlər. Siz orada həkim işləyəndə işlədiyiniz otağın qarşısına adınızı, familiyanızı yazıbsınızmı? Bəli. Bilirik. Həkim, uzman həkim Aynur Quliyeva. Bəli. Eləcə də getdim orada Quliyeva. Bəli. Çünki Türkiyədə Eviyev familiya yoxdur da. Eşitdiyimə görə mənim jurnalist həmkarlarımdan bir nəfər sizi orada axtarıb tapıbdır. Məhsəti xanım. Bəli.
Tanış idiniz mi ondan siz, yoksa o mu sizin familyanızdan mı gelip çıkıp, yoksa? Məsəti Şərif mənim elə Tibb Universitetində təhsil dönəmində televiziyadan izlədiyim, sevdiyim bir jurnalist olubdu. Mən Türkiyədə işlədiyim zaman Elə burasını da deyim sənə, sözün arasına girirəm. Çox istedadlı, savadlı və çox mədəni xanımlarımızdan biridir. Bəli, çox çalışqan, Bəli. çox Buyurun. gözəl bir insandır. O zaman mən işlədiyim zaman Türkiyədə Bezmaləm Vakıf Universiteti xəstəxanasında hər həkimin səhifəsi olurdu və o səhifədən xəstələr müayinə üçün vaxt seçə bilirdilər. Məsəti xanım da xəstəxana səhifəsini axtararkən orada mənim adımı görmüş və müayinə Bilir ki, Azərisiniz. Bəli, müayinə üçün gəlmişdi. Uşağını mı gətirmişdi? Bəli. Nə gözəl. Gör nə qədər sənətin böyüklüyü bax buradadır ki, tanımadığın, bilmədiyin adam səni doğması kimi bağrına basır. Mən gördüm ki, siz gözəl bir mətbuat nümayəndəsi, gözəl bir nümunə yaratmışsınız. Tarixi bir abidə yaratmışsınız. Bu həm elmi cəhətdən, həm də müalicəvi cəhətdən, həm də tərbiyəvi cəhətdən insanları savadlandırır da. Müasir devirdə elədir. Müasir devirdə gərək hər şeyi biləsən. Çünki aləm də qarışıb, hava da qarışıb, münasibət də qarışıb. Hətta mən deyərdim ki, yediyimiz qidalar da qarışıb, içdiyimiz su da qarışıb. Bax, buna görə biz hər şeydə ehtiyatlı olmalıyıq və uşaqlarımızı ehtiyatlı tutmalıyıq. Bu kistoz və fibroz deyəndə biz nəyi bilməliyik? Bax, əsasən bu hardan başlayır və necə qutarır? Bu vaxtda qısaca olsaq bizə məlumat verin. Kistoz fibroz xəstəliyi daha çox uşaqlarda görülən genetik bir xəstəlikdir. Genetik. Bəli. Aha. Genetik bir xəstəlikdir. Yəni doğuşdan o vardır. Ata və anada tam funksiya göstərməyən bir gen olur. O genin funksiyası pozulduqda hər iki gen ata və anadan uşağa keçərsə, bu zaman uşaqda bəzi simptomlar, xəstəliyin əlamətləri üzə çıxır. Bu xəstəlik doğulan dönəmindən özünü göstərməyə başlayır. Xəstə öksürməyə başlayır, tez-tez nəfəs alıb vermək, tez-tez ağciyər infeksiyaları, həzmin tam yaxşı getməməsi, uşaqların kilo almaması, inkişafdan geri qalması, boyunun və kilosunun az olması ilə özünü göstərir. Hər uşaqda bu eyni klinik əlamət göstərmir. Həkim, bir şey də məni maraqlandırır. Olarmı ki, bu uşaq dünyaya gələnə qədər bunun qarşısını alaq? Heç, məsələn, uşaq o xəstəliklə dünyaya gəlməsin. Ana bətnində olan vaxt o xəstəliyin qarşısını almaq mümkündürmü? Necə mümkündür? Bəli, mümkündür əslində. Ya ailədə, bacı qardaşlarda, ya da yaxın genetik qan qohumluğu olan yaxın bir ailə üzvündə kistoz fibroz xəstəliyi olarsa, bundan digər uşaqlarda da kistoz fibroz xəstəliyi görülə bilər. Genetik bir xəstəlik olduğu üçün. Demək, o siqnaldır bizə ki, bax, burada var. Bu nəsildə var. Bəli, xüsusilə bacı və qardaşda bu xəstəlik varsa, digər doğulan uşaqlara diqqət etmək lazımdır ki, onlarda da bu xəstəlik görülməsin. Bunun üçün əgər anada hamiləlik varsa, hamiləliyin xüsusi vaxtlar var. 16-cı həftələrdə, yəni təxminən 3-cü, 4-cü ayda. Həkimlərin işidir. Bəli, diaqnoz qoyulmaq olur. Yəni oradan da bir nümunə götürülür. Qarşısını almaq ümumiyyətlə mümkündür. Yəni daha erkən vaxtda diaqnoz qoymaq mümkündür. Qarşısını almaq da belə mümkündür ki, əgər ailədə kistoz fibroz xəstəliyi varsa, o zaman ata və ana genetik və
ginekoloq həkimlə birlikdə onlar öz genlərini yoxladaraq sağlam genlərlə sağlam uşaq dünyaya gətirə bilərlər. Bəli. Həkim, bir şey də deyim sizə. Demək, elə qoy tamaşaçılar da bilsinlər ki, bugün bizim studiyamızda Haqqı Sarı verilişində bizim uzman həkimimiz adınla, gördüyü işlərlə, savadınla, savad səviyyəsindən fəxr elədiyimiz, qürur duyduğumuz bir qızımız oturubdu və mən sizə təşəkkür edirəm ki, siz bu qədər zəhməti qəbul eləyib, bu çətin dünyada, tarixin bu çətin zamanında uzman həkim səviyyəsinə qədər yüksələ bilmişik. Bir şey də soruşum sizdən. Siz Türkiyədə uzman həkim adı aldınız. Həmən o ad sizə burada kömək eləyirmi? Biliyiniz əlbəttə köməkdir. Sizin təcrübəniz köməkdir. Xəstələrə yanaşmanız öz yerində. Müalicə üsullarınız əlbəttə Türkiyədə də yəqin müəyyən dünyanın irəlidə gedən yetişmiş bir ölkəsidir. Bunlar öz yerində. Amma burada, Gürcüstanda bugün siz burada gəlib yaşayırsınız. Burada sizə həmən o uzmanlıq, orada aldığınız təhsil, orada aldığınız təcrübə, həyata baxışınız, ümumiyyətlə, təbabət elmində qazandığınız orada nə varsa da o burada sizə kömək eləyirmi? Əl tuturmu? Əlbəttə, bizim əsas məqsədimiz daha yaxşı təhsil almaq, ixtisasımızı dərinliyi öyrənmək və daha yaxşı işlər görmək üçün irəliləməkdir. Uzman əslində bir simvoldur. Əslində onun altında böyük bir əmək və təcrübədir. Burası doğrudur. Mən sizə deyim, uzman adını almaq özü də asan deyil. Bəli. Yəni həm burada uzun müddət çalışırsan, öyrənirsən və nəticədə uzman olaraq çalışa bilirsən. Yəni öz fəaliyyətini təxminən mənə elə gəlir ki, o uzman sözü ki var nədir? Kəlməsi ki var. Həmən o bizim dildə əməkdar sözüdür da. Məsələn, əməkdar jurnalist, əməkdar həkim, əməkdar elm xadimi, bütün bunları siz onu Türkiyədə uzman deyirlər. Özü də belə deyim sizə, siz çox sadələşdirməyin. Uzman kəlməsini kim ki götürür, alır, o çox böyük işdir. Sizin zəhmətinizin bəhrəsidir. Hörmətli tamaşaçılar, bir daha qayıdıram bu məsələyə ki, bugün bizim qonağımız Haqqı Sarı verilişinin studiyasında bizim savadlı, bacarıqlı, zəhmət sevər, elmdən ötəri bütün vaxtını sərf eləmiş bir ziyalı xanımımız, bir qızımız oturur. Aynur xanım Quliyeva və nə qədər də danışdırdığımız bu gözəl sözlər, söhbətlər, tövsiyələr, müalicə üsulları, fibroz və kistoz və fibroz haqqında verdiyi məsləhətlər, danışdığı sözlər mənə elə gəlir ki, az da olsa bu xəstəlik haqqında bizi maarifləndirdi. Amma ona belə bir sualım da var ki, bu kistoz və fibroz xəstəliyinin ümumiyyətlə qarşısını almaq mümkündürmü? Kistoz fibroz xəstəliyi genetik bir xəstəlik olduğu üçün onun tam qarşısı alına bilməsə də, amma xəstəliyin daha çox yayılmasına, ailədə digər uşaqların kistoz fibrozla doğulmasının qarşısını almaq mümkündür. Ləngitmək olur. Qarşısını da almaq mümkün olur. Mümkün değil mi? Çox gözəl, çox yaxşı. Ümumiyyətlə bir şey deyim həkim. Bu kistoz və fibroz xəstəliyini hansı tarixdən bəri dünya qəbul elədi ki, belə bir xəstəlik var? Bəli. Kistoz fibroz xəstəliyi hələ çox qədim zamanlardan bilinirdi. 1800-cü illərdə deyilirdi ki, əgər bir uşağı öpəndə duzlu dad ağza gəlirsə, bu uşaq çox yaşamayacaq. Kistoz fibroz xəstələrinin dərisində çox miqdarda duz olduğuna görə biz uşağı öpəndə ağzında duz dəysə, dodaqlarımızda demək həmən şey orada hiss olunur. Bəli, ilk olaraq xəstəlik bu şəkildə. Təcrübə olaraq buradan bilmərik. Bəli.
Yəni o indi də keçərlidir. Hər hansı bir uşağı öpəndə daha çox duz dadı hiss ediriksə, kistoz fibrozdan şübhələnə bilərik. Təkcə bu duz dadından bilinmir. Başqa çox əlamətləri də, ağır əlamətləri də ola bilir. Ondan sonra ilk dəfə 1938-ci ildə Amerikalı bir həkim belə bir xəstəlik haqqında elmi məlumat veribdi ki, mədə-altı vəzində kistalaşma və sərtləşmə gedir. Amma tam olaraq genetik xəstəlik olduğu 1989-cu illərdə, yəni təxminən 30-40 il öncə bu xəstəlik lap yaxın vaxtlarda. Bəli. Amma dünya axı neçə milyon ildir yaşayır insanlar. Bəli. Bu xəstəliyi keçirə gəliblər və bu sahədə də mən bu xəstəliklə məşğul olan bütün həkimlərimizə, alimlərimizə, cümlədən bizim gözəl qızımıza da təşəkkür edirik ki, bizə bu xəstəlik haqqında müvəssəl məlumat verə bilirsiniz. Bir şey də var. Mənim yadımdadır. Nənələrimiz uşaqları öpəndə deyirdi, bu uşaq çox şirin uşaqdır. Həmən o siz deyəndən gəlir uşaq bu yəqin. Axı duz, insanlar duz sevirlər. Yəni öz nənəsi üçün hər uşaq şirindir, o məndə o öz yerində. Bəli. Amma uşağı öpəndə, sən də öp, gör bu uşaqda nə qədər şirinlik var. Demək o bu xəstəlikdən gələn dad imiş da, eləmi? Yoxsa? Yox, bu xəstəlik əslində elə ən çox görülən genetik xəstəliklərdən biridir dünyada. Təxminən 3000-5000 arasında doğulan uşaqlarda bir xəstə uşaq doğula bilər. Elə bizim ərazimiz də daha çox görülən bölgələrdən biridir. Amma bu təbii ki bir kənddə ən çox 1-2 uşaq da ola bilər. Yəni elə çox sıx görmürük. Amma əlamətlərindən tanıya bilərik. Bu təkcə məsəl üçün bu kitab ərsəyə gələndən sonra bu kitabı Azərbaycan təqdimatını keçirdik, mən bilirəm. Çox da gözəl keçibdi, çox da gözəl qəbul ediblər. Bu Türkiyədə də oldu mu bunun təqdimatı yoxsa? Xeyr. Əslində bu kistoz fibroza dair kitabı həkimlər üçün yazılmış bir kitabdır. Yəni həkimlər bu kitab haqqında daha çox məlumat əldə etsinlər, bunun diaqnozu, əlamətləri, müalicəsi haqqında daha yaxşı və son məlumatları, dünya standartlarına uyğun müalicələri daha yaxından tanısınlar deyə həkimlər üçün yazılmış bir kitabdır. Mən burada bir neçə həkim müəlliflər iştirak etmişdir bu kitabın yazılmasında. Həm yeni doğulmuş şöbəsində işləyən həkimlər, həm genetik həkimlər, fizioterapistlər, mədə-bağırsaq xəstəliklərlə məşğul olan gastroenteroloq həkim. Yəni ki, komanda şəklində yazılmış bir kitabdır. Bilirəm, toplum şəkildə həm də bir şey də deyəm, düz deyirsiniz orada. Bu bir adamın yox, bir neçə, mən elə gəlir ki, onlar da uzmandır, eləmi? Çox uzmandır, bəli. Hə, gözəl. İndi mənim sizə yenə bir müraciətim var, bir sualım var. Siz bizim studiyadan valideynlərə, yeni ana olan gənc qızlarımıza bu xəstəlik üzrə məsləhətiniz nədir? Onu deyin. Nə məsləhət eləyərdiniz ki, onlar o cür hazırlaşsınlar uşaqların sağlam olması münasibətidir? Təbii, bu çox yaxşı bir nöqtəyə toxundunuz. Analar uşaqları üçün narahat olurlar. Bir xəstəliyində, bir narahatçılıqlarında hər şeyi düşünürlər ki, mənim uşağım nədən xəstədir? Birincisi, doğulan uşaqların çoxsu sağlam doğulurlar. Bundan analar narahat olmasınlar. Amma hər hansı bir şübhəli əlamətlər olarsa uşaqda, o zaman analar həkimə baş vurmağın məsləhət görərdim. Birincisi, uşaq yaxşı qidalana bilmirsə, tez-tez tualetlərinə çıxırsa və yaxşı həzm olmamış qida olursa, kilo ala bilmirsə, tez-tez öksürüb, bəlğəm çıxarırsa, rahat nəfəs ala bilmirsə, infeksiyalara tez-tez yoluxursa, kistoz fibroz xəstəliyindən şübhələnmək olar. Təbii ki, öksürəyin bir tək səbəbi kistoz fibroz deyil. Fərqli, daha çox gördüyümüz virus infeksiyaları, bakteriyal infeksiyalar,
allergiyalar da öksürüklərə səbəb ola bilər. Həkim müayinəsi zamanı bir problem varsa bu müayinə və test nəticələrinə görə bilinəcəkdir ki, uşaqda hər hansı problem varmı, yoxmu? Amma əsas tez-tez təkrarlayan bəlğəmli öksürək və həzmsizlik nəticəsində inkişafdan geri qalma varsa, o zaman biz bu xəstəliyə doğru yönəlirik. Hörmətli tamaşaçılar, bizim bu uzman həkimimizi, bu gözəl qızımızı, savadlı tibb elminin bu sahəsinə tam yiyələnmiş qızımızı studiyamıza çağırmaqda məqsədimiz o idi ki, o az da olsa sizi maarifləndirsin, bu xəstəlik haqqında sizə məlumat versin. Çünki əgər biz gələcəyimizi sağlam görmək istəyiriksə də, uşaqlarımızı sağlam böyütməliyik ki, gələcəyimiz sağlam olsun. Və sizin adınızla, studiyamız adından, Haqqasarı verilişinin əməkdaşları adından biz Aynur xanıma təşəkkür edirik ki, vaxt ayırdı, vaxt tapdı, bizim studiyamıza gəldi, suallarımıza cavab verdi və mənə elə gəlir ki, çox gözəl, əhatəli, hər şey yerində, elmi şəkildə, çox səviyyəli cavablar oldu, sizin suallara verdiyiniz cavablar və mənim tamaşaçılarımıza bir də təşəkkürüm odur ki, onlar da vaxt ayırıb bizim bu verilişimizə baxacaqlar. Sizin sözünüz, son sözünüz nədir? Buyurun. Mən də dəvət etdiyiniz üçün çox təşəkkür eləyirəm. Belə bir mövzuyu işıqlandırdığınız üçün çox sağ olun. Son olaraq bildirmək istəyirəm ki, xəstəliklərin erkən aşkarlanması və vaxtında müalicəyə başlanması uşaqlarımızın sağlam gələcəyi üçün çox vacibdir. Hər hansı bir ciddi problemdə vaxtında müraciət etsinlər həkimlərinə və lazım olduğu halda müalicələrinə başlasınlar. Mən sənin yetişdirən anana bu studiyadan təşəkkür edirəm. Çox sağ ol. Ki, kənddən çıxmış bir qız uşağımız Bakıda tibb üniversitesini qutardı, getdi Türkiyədə uzman həkim adı aldı, gəldi və bir bizim studiyamızda bizim qızlarımızı, analarımızı, gənc cavan analarımızı, cavan qızlarımızı maarifləndirməyə çalışır. Ona görə çox təşəkkür edirəm. Studiyadan sizin həm ananıza, həm özünüzə, həm də bugünkü ailənizə. Sağ olun, Allah razı olsun. Mən belə savadlı, dünyanı başa düşən, sənətinə elmi cəhətdən bu qədər yararlanmış, sahib olmuş gənclərimizi, qızlarımızı, oğlanlarımızı görəndə qəlbim açılır, ürəyim açılır və bu gün bu qəlbimi, ürəyimi açdığınız üçün sizə də təşəkkür edirəm.